AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Əmirov Eldar Qurbanoğlu, məhkəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhdə iştirak ittihamı ilə həbs edilib. Manşet Azayistin adla xəbər veririk ki, Səbail rayon məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt administrasiyanın əməkdaşı olub. Daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib. Eldar Əmirov kimdir? Eldar Əmirov uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur və uzun müddət Ramiz Mehdiyevin ən yaxın çevrəsində yer alıb. 2019-cu ildə Ramiz Mehdiyev AMEA prezidenti təyin edildikdən sonra Eldar Əmirov akademiyanın strukturunda əsas fiqurlardan birinə çevrilib. Mətbuatda o, Azərbaycan Milli Elmlər Akademiyasının de facto rəhbəri Mehdiyevin sağ əli kimi təqdim olunurdu. Əmirovun kadr siyasətinə və institut daxili proseslərə ciddi təsir göstərdiyi, bir çox hallarda qərarların məhz onun vasitəsilə icra edildiyi iddia edilir. Məlumata görə, Eldar Əmirov barəsində Daxili İşlər Nazirliyinə daxil olan çoxsaylı şikayətlər əsasında araşdırma aparılıb. Həmçinin iddia edilir ki, o, Azərbaycan Milli Elmlər Akademiyasında vəzifələrin verilməsi və digər inzibati məsələlərdə maddi maraqlar müqabilində qərarlar çıxarıb. Hazırda onun fəaliyyəti ilə bağlı istintaq aparılır və araşdırmalar davam edir. Mətbuatda Eldar Əmirovun Ramiz Mehdiyevin prezidentliyi dövründə Azərbaycan Milli Elmlər Akademiyasının idarəçiliyində əsas söz sahibi olduğu vurğulanır. O, elmi idarəetmə sistemini öz nəzarətində saxlayan, kadr təyinatlarında həlledici rol oynayan şəxs kimi təqdim olunurdu.